Sualımı sizə ünvanlamaq istəyirəm. Dövlət özəlləşdirmə çeklərinin, yəni paylarının dəyəri necə tənzimlənir? Təşəkkür edirəm bu sual üçün. Həqiqətən də özəlləşdirmə çekləri ilə bağlı ən çox maraq doğuran suallardan birisi də məhz onların qiymətinin necə hesablanacağı məsələsidir. Yəni, birbaşa demək lazımdır ki, qanunda özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa tənzimlənməyib. Amma bununla birlikdə biz qanunvericiliyə bir göz açsaq, görərik ki, məsələn, 93 tarixli özəlləşdirmə qanunu bildirir ki, əmlak payının miqdarı, onun bölgüsü və s. bu kimi məsələlər mülkiyyət hüququ ilə bağlı olduğu üçün qanunla qəbul ediləcək dövlət proqramı ilə tənzimlənə bilər. Həmin dövlət proqramında həm də özəlləşdiriləcək bütün orta və iri müəssisələrin, yəni dövlət əmlakının ən azı 65%-nin ölkə vətəndaşlarına qanunla qoyulmuş qaydalar əsasında əmlak payı olaraq verilməsi bir dövlət öhdəliyi kimi nəzərdə tutulur. Bu əmlak payının dövlət özəlləşdirmə çeklərlə vətəndaşlara verilməsi qərarı alınıb, yəni. Dövlət qiymətli kağız olan özəlləşdirmə çekləri birincili olaraq yerləşdiriləndən sonra, yəni vətəndaşlara verildikdən sonra özəlləşdiriləcək dövlət payı üzərindəki mülkiyyət hüququ ilə birlikdə digər bütün hüquqlar da vətəndaşlara keçmiş sayılır. Bütün bunlara baxmayaraq, qanunda özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa ifadə olunmayıb. Yəni, bu bir mənalıdır. Ancaq Əmlak Komitəsinin 222 sayılı bir əmri var. Həmin əmrdə məlum olur ki, bir paya düşən əmlak dəyəri ən azı 2000 Amerika Birləşmiş Ştatları dollardır. Qeyd etmək lazımdır ki, qanunda göstərilən qaydaya və öhdəliyə əsasən əmlak payının dəyəri inflyasiyadan qorunan dəyərdir. Bu dəyər çekin nominal dəyəri də olmayıb, əmlak payının real dəyəridir və ona görə də hal-hazırda həmin dəyər 5-10 dəfə yüksəkdir deyə bilərik. 25 il vaxt keçdiyi üçün yeni nominal dəyər qanunla qoyulmuş qaydaya uyğun olaraq hesablana bilər. Hətta bu hesablanmalıdır. Məhz Nazirlər Kabinetinin 8 fevral 2018-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında ticarət, ictimai yaşayış, məişət və digər növ xidmət qaydalarından məlum olur ki, xarici valyutanın və qiymətli kağızların, səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s. alqı-satqısı qanunla tənzimlənir. Bütün bunlar bunu deməyə əsas verir ki, bizə bəs bu özəlləşdirmə çeklərinin də artıq dəyəri, nominal dəyəri deyək ən azından, qanunla birbaşa tənzimlənməsi bu mübahisələrin qarşısını alacaq. Yəni, bu mübahisələr ortadan qaldıracaq və önəmli bir ehtiyacı təmin edəcək. Verilən hüquqların və öhdəliklərin sonradan qanun qüvvəsində olmayan normativ hüquqi aktlar ilə pozulması qəbul edilməzdir. Bu cinayətdir, korrupsiya halı hesab olunur. Həqiqətən də bəzi məmurlar prezidentimizin etibarından suyu istifadə edərək bu sənədləri imzalamış olduğunu hesab edilir. Yəni, qanuna, dövlət özəlləşdirmə çekləri haqqında əsasnaməyə və konstitusiyaya zidd olaraq ulu öndərimiz vəfat edəndən sonra qəbul edilən sənədlər ilə dövriyyədə tədiyyə, ödəmə vasitəsi kimi istifadəsinə birinci dəfə müddət qoyularaq məhdudlaşdırılıb və 2001-ci ildə isə vətəndaşların əlindən tam alınıb. Bu isə ümummilli liderimiz Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasətini pozmaq, xalqın haqqının əlindən alınması, ölkə vətəndaşlarının dövlətdən narazı salmaq, sosial gərginlik yaratmaq istəyən şəxslərin həm cənab prezidentimiz İlham Əliyevə, həm də dövlətə, həm də xalqa qarşı düşmənçiliyin olduğunu göstərir. Dəyərli dostlar,
Hamı bilməlidir ki, özəlləşdirmə haqqında dövlətin tarixi, sosial ədaləti və yeni iqtisadi siyasətin təməli olan 7 mart 1995-ci il Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının prezidenti Ulu Öndərimiz Heydər Əliyev öz çıxışında nələri deyib, nələri xalqa vəd edib. Bildirdiyimiz kimi, Azərbaycan Parlamenti özəlləşdirmə haqqında 1993-cü ildə yanvarında qanun qəbul edib. Həmin müşavirə zamanı bu qanun qəbul edilən vaxtdan 2 il artıq ötmüşdür. 1995-ci ildə bu müşavirə olub, 93-cü il tarixdə isə qanun qəbul edilib. Həmin qanunla bugün bir daha baxsaq, yəni 95-ci ildə bildirilir bu, bir daha baxsaq, deyə bilərik ki, həmin qanun özəlləşdirməni həyata keçirmək üçün yaxşı hüquqi əsas yaradıb. Bunu Ulu Öndərimiz deyir. Ulu Öndər daha sonra bildirir. Mən o qanuna diqqətlə baxdım. Ümumiyyətlə, bu qanun məqsədi uyğun sənəddir. Mən onu bugün də aktual bir qanun hesab edirəm. Ancaq o qanundan irəli gələn vəzifələrin, tədbirlərin həyata keçirilməsi təmin olunmayıb. Qanundan irəli gələn tələblər, özəlləşdirmənin prinsipləri bu proqramda öz əksini tapmalıdır. Qanunda göstərildiyi kimi, bugünkü müzakirələrdən də göründüyü kimi, şübhəsiz ki, hər bir vətəndaşın payı olmalıdır. Ancaq bu pay hansı şəkildə olmalıdır? Vətəndaş bu dövlət mülkiyyətinin özəlləşdirilməsində nə götürəcək və nə cür iştirak edəcək? Bunlar hamısı proqramda müəyyən olunmalıdır. Burada Tofiq Əzizovun təklifi var. Voucher olsun deyir. Voucherin əleyhinə də təkliflər var. Voucherin qiymətinin olub-olmaması barədə də təkliflər var. Voucherin qiymətinin göstərilməsi barədə təkliflər də var. Əvvəlki layihədə burada deyildiyi kimi voucher yox, ancaq hər bir vətəndaşa müəyyən məbləğdə pul vəsaitinin ayrılması nəzərdə tutuldu. Voucher məsələsinin də həyata keçirilməsində Tofiq Əzizovun təklifləri əsasında çox böyük texniki işlərin görülməsi lazımdır, lazım olacaq. Voucherlərin istehsal olunması, yaxud hazırlanması, depozitarların yaranması, voucherlərin paylanması üçün şəbəkələr və cürbəcür başqa məsələlər həll olunmalıdır. Bunların hamısı həm vaxt tələb edir, həm də vəsait tələb edir. Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılıqları tamamilə təbiidir. Qəti bir fikir söyləmək isə çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır. Hər bir vətəndaş öz payını almalıdır. Bu payından istədiyi kimi istifadə etməli, o ya özəlləşdirmə müəssisəsinin bir hissəsinin sahibi olacaq, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Göründüyü kimi istifadəni Ulu Öndər xüsusi formada qeyd edir ki, özəlləşdirmə paylarının hamısının istifadə edilməsi məcburidir. Burada çıxış edənlərin bir çoxu bildirdi ki, özəlləşdirmədə əhalinin sosial müdafiəsi də təmin olunmalıdır. Bu da proqramda öz əksini tapmalıdır. Şübhəsiz burada deyildiyi kimi özəlləşdirmə uzun bir müddətdə aparıla bilməz. Əbdülsəlamzadə dedi ki, xalqımızın xüsusiyyəti, mentaliteti və başqa amillər imkan vermir ki, biz özəlləşdirməni qısa müddətdə aparaq. Belə ki, bir neçə ilə onun 30%-ni apara bilərik. Ondan sonra daha bir hissəsini, yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkə bilər, çəkəcəkdir.
Belə olan surətdə, əgər biz bugün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaq, bəs bu pay nə vaxt veriləcək, nə vaxt alınacaq? Belə çıxır ki, biri payını bugün alacaq, biri 1 ildən sonra, biri də 15 ildən, digəri isə 20 ildən sonra alacaq. Bəs bu necə müəyyən ediləcək? Ulu Öndərin bu çıxışından müəyyən olunur ki, Ulu Öndər heç vaxt vətəndaşlar üçün əmlak payı olan özəlləşdirmə payının əldə edilməsini zamanla məhdudlaşdırma fikrində olmayıb. Belə bir qənaəti yoxdur. Çünki o çıxışda da açıq aydın bildirir ki, bu proses 15 il, 20 il davam edə bilər və hər kəs payından istifadə etməlidir. Əksinə, dahi lider Heydər Əliyev məmurların kəramətini bildiyi üçün onu ən çox vətəndaşların bu payı necə əldə edəcəyini məsələsi narahat edir. Hətta yaxşı yadımızdadır ki, Ulu Öndər özəlləşdirmə çekləri paylanan zaman AZ-TV-də xalqa müraciət edərək özəlləşdirmə paylarını satmamağı, tələsmədən çeklərdən bir-bir istifadə etməyi məsləhət vermişdir. Və deyirdi ki, əgər bir müəssisədən az dividend verilərsə, o birisi müəssisə çox dividend verirsə, özəlləşdirmə çeklərinizi bu formada ayrı-ayrı müəssisələrə qoyun və tarazlığı özünüz meydana getirin. Göründüyü kimi, Ulu Öndər hamının paylardan istifadəsi üçün çalışıb. Lakin bəzi məmurların, şəxslərin manipulyasiyası bugünkü vəziyyətin yaranmasına səbəb olur. Burada sual olunur ki, dövlətin xalqa qanunla vəd etdiyi orta və iri dövlət əmlaklarının 65%-nin dövlətin ən kasıb vaxtında Ulu Öndər Heydər Əliyev xarici və yerli şirkətlərə, investorlara elə pulla satmağı qanunda tənzimlənməsi mümkün deyildimi? Təbii ki, bu tənzimlənə bilərdi. Çünki həmin dövrdə dövlətin ən kasıb vaxtında bütün xərclərin ödənməsini tələb etdiyi bir vaxtda bunun üçün müəyyən əsaslar vardı. Ancaq böyük siyasətçi, milli liderimiz Heydər Əliyev gözəl bilirdi ki, ədalətli mülkiyyət bölgüsü kapitalizmə dinc keçid üçün əsas şərtdir. SSR-dən qalan miras əmlak payını xalqın özünə, yəni sahiblərinə qaytarmaq ölkəmizin, dövlətimizin əmin amanlığı və iqtisadi inkişafı, tarixi, sosial ədaləti üçün önəmlidir. Mülki məcəlləmizin 384-cü maddəsi ilə dövlət və bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə, ona dair sərəncam üzrə mülkiyyətçinin hüququnun pozulmuş aktı etibarsız sayılması haqqında mülkiyyətçilərin tələblərinə iddia müddəti şamil edilmir. Başqa bir ifadə ilə mülkiyyət hüququ iddia müddətinə tabe deyildir. Hesab edirik ki, məhkəmə 2011-ci ildən sonra 13 il vaxt keçməsinə əsaslanaraq bu işə baxılmasından imtina etməz. Çünki bu qanuna ziddir. Bizim tələbimiz dövlət özəlləşdirmə payları üzərində mülkiyyət hüququmuzun bərpa olunması ilə bağlıdır ki, bu tələb də iddia müddətinə tabe deyildir. Bundan başqa, təbii ki, məhkəmə işi çərçivəsində aşağıdakı məsələlərin araşdırılması da zəruridir. Yəni, iddia müddətinin ötürüldüyünü əsas göstərərək işin mahiyyətinə daxil olmadan onun mümkün sayılmamasını ehtimal etmirik və bunu qanuni və əsaslı da hesab etmirik. Əziz bacılar və qardaşlar, 16 may 2000-ci ildə qəbul olunmuş və bugün də qüvvədə olan 878 nömrəli qanunun 10-cu maddəsində yazılır ki, dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədbir vasitəsi
manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları hesab olunur. Əvvəl də dediyimiz kimi, Ulu Öndərimiz tərəfindən 450 nömrəli fərmanla təsdiqlənmiş və bugün də qüvvədə olan dövlət özəlləşdirmə çekləri haqqında əsasnamənin 5-ci bəndində yazılır ki, dövlət özəlləşdirmə paylarının dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır. Diqqət edin, hələ də qüvvədə olan, Ulu Öndərimiz tərəfindən imzalanan hər iki normativ hüquqi akta görə dövlət özəlləşdirmə payları bugün də ödəmə vasitəsi olmalıdır. Hamı bilməlidir ki, dövlət özəlləşdirmə payları qanunla dövriyə buraxılır. Dövlət özəlləşdirmə çekləri isə dövlət qiymətli kağızı kimi qanunla dövriyə buraxıldığı kimi və həm tədavül vasitəsi, həm də bütün özəlləşdirmə dövrü zamanı ödəmə vasitəsidir. Yəni, qanunla dövriyə buraxılıb, həm tədavül vasitəsidir, dəyişdirmə imkanı var, müxtəlif digər imkanlar var, həm də ki, ödəniş vasitəsidir, ödəmə vasitəsidir. Dövriyyədə olan digər dövlət qiymətli kağızlarından fərqli olaraq, dövlət özəlləşdirmə çeklərinin həm tədavül vasitəsi, həm də özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi kimi istifadə olunması, qanunla inflyasiyadan qorunan maddi ekvivalentə, yəni əmlak dəyərinə malik olması, onlara xüsusi üstünlüklər verir. Bu dediklərimizin hər bir dövlət özəlləşdirmə çekinin üzərində yazıldığını açıq aydın görmək olar. Lakin orada bu çeklərin müddətə tabe olması göstərilməyib. Qeyd etməliyik ki, həmin 450 nömrəli fərmanla imzalanan əsasnamənin hazırlanmasına səbəb 445 nömrəli qanundur. Və bu qanunun dövlət özəlləşdirmə payları adlanan 18-ci maddənin 8-ci bəndində deyilir ki, özəlləşdirmə paylarının verilməsi və istifadə qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Həmin əsasnamənin 5-ci bəndində yazılır ki, dövlət özəlləşdirmə paylarının dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır. Burada dövlət özəlləşdirmə çeklərinin bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi kimi istifadəsinin hüquqi əsasının əmələ gəlmə səbəbi bu hüquqi tarazlığı yaradan 1993-cü ildə qəbul edilmiş özəlləşdirmə haqqında qanunun 19.1-ci maddəsi olduğunu deməliyik. Orada da həmin normada deyilir ki, Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondları yaradılır. Bu isə o mənaya gəlir ki, dövlət tərəfindən investisiya fondu yaradılana qədər özəlləşdirmə paylarının banklarda pul və ya digər qiymətli kağız olan və ya dövlət qiymətli kağızı olan dövlət özəlləşdirmə çekləri formasında verilməsi qaydasından asılı olmayaraq, onların bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi olması birbaşa qanunla tənzimlənir. Yəni, özəlləşdirmə payı olan əmlak paylarının bütün vətəndaşlar qanunla bütün özəlləşdirmə dövründə heç bir müdaxilə, mane olmadan əldə etməlidir. Dostlar, heç kim Ulu Öndərimizin, dövlətimizin ən kasıb vaxtında xalqımızın Sovet dövlətindən qalan miras əmlak payı kimi xalqa qaytarılması üçün imzaladığı normativ hüquqi aktların və yüksək tribunalardan səsləndirdiyi tarixi sosial ədalət siyasətinin sonradan qəbul olunmuş qanun qüvvəsində olmayan normativ hüquqi aktlarla xalqın
əlindən alınmasına razı ola bilməz. Bu, konstitusiyamızın mülkiyyət hüququ ilə bağlı tələblərinə, o cümlədən konstitusiyamızın 149-cu maddənin 7-ci bəndinə də ziddir. Məlum olduğu kimi, 2004-cü ildə qəbul edilmiş 75 nömrəli fərmanın 1.1-ci bəndi ilə dövlət özəlləşdirmə çeklərinin tədiyyə, ödəmə vasitəsi kimi istifadəsi ilk dəfə məhdudlaşdırıldı. Unutmayaq ki, 2004-cü ilə qədər heç bir normativ hüquqi akt dövlət özəlləşdirmə çeklərinin tədiyyə, ödəmə vasitəsi kimi istifadəsinə məhdudiyyət qoymamışdır. Tədavül vasitəsi kimi istifadəsinə məhdudiyyətlər olduğu halda, ödəniş vasitəsi kimi istifadəsinə 2004-cü ilə qədər heç bir məhdudiyyət yox idi. 2011-ci ildən dövlət özəlləşdirmə çeklərinin həm tədavül, həm də ödəmə vasitəsi kimi istifadəsi tam olaraq ləğv edildi. Hesab edirik ki, bu qanun qüvvəsində olmayan normativ hüquqi aktlar konstitusiyamıza ziddir. Mülkiyyət hüquqlarını pozur. Bunun Konstitusiya Məhkəməsi tərəfindən araşdırılması zəruridir. Təbii ki, Konstitusiya Məhkəməsinə müraciət imkanlarından birisi də məhkəmə tərəfindən bu işin araşdırılması üçün Konstitusiya Məhkəməsinə göndərilməsidir. Bizim məhkəmədə xahişlərimizdən birisi də bundan ibarət olacaq. Ona görə də hesab edirik ki, mümkün sayılmalı, iş icraata götürülməli və daha sonra da Konstitusiya Məhkəməsinə bu işin göndərilməsi təmin edilməlidir. Dostlar, indi diqqət edin. İkinci özəlləşdirmə qanunu 2000-ci ilin 16 mayında qəbul olunub. 2000-ci ilin 16 mayında qəbul olunub. Düz 3 ay sonra isə Azərbaycan Respublikasının dövlət əmlakının özəlləşdirilməsinin ikinci dövlət proqramı qəbul olunub. Yəni 10 avqust 2000-ci ildə. Və bu 3 ay ərzində Əmlak Komitəsi tərəfindən çox saylı dövlət özəlləşdirmə çekləri hərracları keçirilib, yəni çeklər ödəmə vasitəsi kimi istifadə edilərək özəlləşdirmə aparılıb bu 3 ay ərzində. Diqqət edin, həmin 3 ay ərzində Əmlak Komitəsi dövlət özəlləşdirmə çekləri ilə özəlləşdirmə aparıb. Bu apardığı zaman, özəlləşdirmə apardığı zaman isə bu 3 ay ərzində yeni özəlləşdirmə qanunu 33.2-ci maddəsi ilə əvvəlki Azərbaycan Respublikasının dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu 1, bu qanun və Azərbaycan Respublikasında 1995-98-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında dövlət proqramı, proqram özü və bu proqramın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanunu qüvvədən düşdü. Yəni, yeni qanun 33.2-ci maddəsi ilə bu iki qanunu və dövlət proqramını qüvvədən düşürdü. Bu 3 ay ərzində aparılan özəlləşdirmələr zamanı dövlət özəlləşdirmə çekləri ödəniş vasitəsi kimi istifadə olundu. Bir daha xatırladaq bunu. Burada belə bir sual çıxır ortaya. Əgər yeni özəlləşdirmə qanunu 33.2-ci maddəsi həm əvvəlki özəlləşdirmə qanununu, həm əvvəlki birinci dövlət proqramını, həm də o proqramın təsdiqlənməsi haqqındakı qanunu qüvvədən düşürübsə, onda 3 ay ərzində özəlləşdirmələr zamanı dövlət özəlləşdirmə çekləri hansı hüquqi əsasla ödəniş vasitəsi kimi qəbul olunub? Çünki bu çeklərin ödəniş vasitəsi kimi qəbul olunmasını təmin edən sənədlərin əsasları bunlardır. Bundan başqa bir də əsasnamə var. Əsasnamə qüvvədən düşmür. Burada 3 variantlı cavab ola bilər. Birincisi, yeni özəlləşdirmə qanunun 10-cu maddəsi ilə deyilə bilər ki, həmin 10-cu maddə, yəni burada cavab olaraq deyilə bilər ki, yeni özəlləşdirmə qanunun 10-cu maddəsidir. Birinci cavab bu ola bilər. Və o 10-cu maddədə deyilir ki, dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi olan manat və qanunla
Yəni qanunvericiliklə deyil. Müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları hesab olunur. Əgər bu belədirsə, demək ki, dövlət özəlləşdirmə çekləri bugün də ödəmə vasitəsi olmalıdır. Çünki həmin 10-cu maddə hələ də qüvvədədir, dəyişməyib. Qanun qüvvəsində olan normativ hüquqi aktlar isə bu dəyişdirilə bilməz. İkincisi, qüvvədə olan başqa qanunvericilik aktları ilə. Yəni, deyilə bilər ki, o 3 ay ərzində özəlləşdirmə çeklərlə aparılmasının əsası qüvvədə olan digər qanunvericilik aktlarıdır. Unutmayaq ki, həmin dövrdə qüvvədə olan və dövlət özəlləşdirmə çeklərinin ödəmə vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini tənzimləyən və bugün də qüvvədə olan yeganə normativ hüquqi akt isə dövlət özəlləşdirmə çekləri haqqında əsasnamə idi. Demək, əsasnamə də hələ də qüvvədədir. Yəni, bu əsasnamə hələ də özəlləşdirmə çeklərinin ödəniş vasitəsi olduğunu ifadə edir. Bu ikinci variant. Üçüncüsü, əgər Əmlak Komitəsi 2000-ci il 878 nömrəli qanunun bugün də qüvvədə olan 33.1-ci maddəsindəki bu qanun, yəni yeni özəlləşdirmə qanunu 33.1-ci maddəsindəki bu qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ hüquqi aktlar bu qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır göstərişinə əsaslanaraq 3 ay ərzində dövlət özəlləşdirmə çeklərini ödəmə vasitəsi kimi qəbul etmişdirsə, demək ki, qanunla dövlət özəlləşdirmə çekləri bugün də ödəmə vasitəsi olmalıdır. Yəni, hər 3 halda konstitusiya və qanunlara əsasən dövlət özəlləşdirmə çekləri bugün də ödəmə vasitəsi olmalıdır. Sonradan mülkiyyət və bərabərlik hüquqlarının qanundan aşağı qüvvədə olan normativ hüquqi aktlarla konstitusiyaya zidd olaraq vətəndaşların əlindən almasını isə hesab edir ki, dövlətimizin qoşulduğu Avropa İnsan Haqları Konvensiyasına görə də qəbul edilməzdir və təbii ki, konstitusiyaya da zidddir. Göründüyü kimi, bu faktların məhkəmədə araşdırılması zəruridir. Bundan başqa, Azərbaycan Respublikasının 1995-ci, 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı təsdiq edilməsi haqqında 29 sentyabr 1995-ci il tarixli qanunla təsdiqlənmiş birinci dövlət proqramının dövlət özəlləşdirmə payı adlanan 3-cü bölməsində aşağıdakılar deyilir. 1. Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətinin əvəzsiz verilən hissədir. 2. Özəlləşdirmə payı Respublikası vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrini və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay satıla, banklara girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formalarda özgənikiləşdirilə bilər. Yəni, bütün bunlar mümkündür. Dövlət özəlləşdirmə payı adsız, təqdim edilən nağd qiymətli kağız formasında olan 4 çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir. Dövrəyə tədavül müddəti 3 il olan 32 milyon dövlət özəlləşdirmə çeki buraxılır. Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiya təsirindən qorunan maddi ekvivalentdir. Çeklə özəlləşdirilərək Azərbaycan Respublikasının dövlət əmlakının 32 milyonda bir hissəsidir. Mülkiyyət və bərabərlik hüquqlarının konstitusiya ilə qorunduğunu nəzərə alaraq, həmin dövrdə qüvvədə olan qanunlara, özəlləşdirmə çekləri haqqındakı əsasnaməyə, xüsusilə konstitusiyaya əsasən 3 illik tədavül müddəti bitdiyi üçün dövlət özəlləşdirmə çeklərinin 99-cu ildə tədavüldən çıxarılmalıydı. Yəni, bu proqram, qanun bunları deyirdi. Bu durumda onların, yəni tədavüldən çıxarılması onların ödəniş vasitəsi kimi istifadəsini məhdudlaşdırmadığı üçün
ya əsasnaməyə əsasən bütün özəlləşdirmə dövrü üçün özəl ödəmə vasitəsi kimi istifadə olunmaqla davam edəcəkdir, ya da qanuna uyğun olaraq inflyasiyadan qorunan əmlak ekvivalenti dəyəri qanunun 19.1-ci maddəsinə görə respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılaraq istifadə olunmalı idi. Dostlar, diqqət edin. 2000-ci ildə fərmanla qəbul olunmuş dövlət özəlləşdirmə proqramının ilk redaksiyasının 7.2 və 7.4-cü bəndlərində deyilirdi ki, dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldıqdan sonra əmlaklar pul hərracında satılacaq. Dövlət əmlakı. Burada diqqət edin, tədavüldən deyil, dövriyyədən çıxarıldıqdan sonra deyilir. Çünki dövlət özəlləşdirmə çeklərinin dövriyyədə qaldığı müddət ərzində qanunla bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı 65% əmlak dəyəri həcmində ödəmə vasitəsidir. Yəni, qanunvericilik dövriyyə anlayışı ilə tədavül anlayışını bir-birindən fərqləndirib. Lakin 22 iyun 2010-cu il tarixli 283 nömrəli fərmanla bu bəndlər dəyişdirildi. Əvəzində dövlət özəlləşdirmə çekləri dövriyyədən deyil, tədavüldən çıxarıldığı halda yazıldı. Bu isə hüquqla və hüquq terminləri ilə manipulyasiya edilməsi deməkdir. Bildiyimiz ki, 1999-cu ildə qanunun 19.1-ci maddəsinin imperativ göstərişi əsasında dövlət pozitiv öhdəliyini icra edib investisiya fondunu qurmadığı üçün vətəndaşların hüquqları pozulub. Buna da dövlət özəlləşdirmə çeklərinin tədavül müddətini fərmanla uzatmaq ilə ödəməyə çalışdılar. Bu da öz növbəsində hal-hazırki pozuntulara səbəb oldu. Məhz bu 19.1-ci maddə özəlləşdirmə paylarının qanunla necə dövriyyədən çıxarılmalı olduğunu tənzimləyirdi. Burada hesab edək ki, həmin dövrdə 3 illik tədavül müddəti bitəndən sonra bu normaya əməl olunaraq bu çeklərin dəyəri hesablanıb pul formasında banklara qoyuldu. Sual olunur ki, əgər belə olsaydı, həmin pulların aqibəti necə olacaqdı? Yəni, düşünün ki, 3 illik tədavül müddəti bitdi və pul formasında dövlət özəlləşdirmə çeklərinin dəyəri hesablandı və həmin pullar banklara qoyuldu. Qanun bunu deyirdi. İndi sual olunur ki, pulların aqibəti necə olacaqdı? Təbii ki, banklarda olan pullara iddia müddəti şamil olunmadığı üçün vətəndaşlar həmin pulu indi də tələb edə biləcəkdir. Göründüyü kimi, dövlət özəlləşdirmə çekləri qanunla bugün də dövlət qiymətli kağızıdır. Məhkəmə iddia ərizəmizi düzgün araşdırmaq üçün yuxarıdakı hüquqi halları qiymətləndirməli və izah etməlidir ki, əgər bu belə deyilsə və çeklər dövriyyədən çıxarılıbsa, necə olur ki, 14 may 1997-ci ildə 579 nömrəli fərmanla təsdiqlənmiş ixtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamədə sonradan 22 dekabr 2014-cü ildə, yəni 2011-dən sonra 426 nömrəli fərmanla dəyişiklik edib. Bu suallara cavab tapılmalıdır. Bunlara cavab tapılacaq yer də hesab edirik ki, məhkəmədir. İndi bir məsələyə də diqqət yetirin. Hamı, ziyalılar, deputatlar, hüquqşünaslar, hətta prezident seçkilərində iştirak edən bir çox namizəd
vətəndaşların hüquqlarının pozulduğunu və ədalətin tezliklə bərpa olunacağını inanırlar. Ancaq hamı bilməlidir ki, bu hüquq pozuntularının əmələ gəlməsinin əsas səbəbi norm yaratma ilə bağlı hüquqi texnologiyanın düzgün tətbiq edilməmiş olmasıdır. Belə ki, yəni 2000-ci ildəki dövlət özəlləşdirmə proqramı fərmanla deyil, qanunla təsdiqlənməlidir. Belə ki, 7 yanvar 1993-cü il tarixli 445 nömrəli özəlləşdirmə qanunun 10-cu maddəsində və Azərbaycan Respublikasında 1995-98-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanunun giriş hissəsində dövlət proqramında hər hansı dəyişiklik və əlavələrin Azərbaycan Respublikasının prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən edildiyi yazılır. Yəni, qanunla bunlar edilməlidir. Hər iki qanundan da göründüyü kimi bu imperativ bir tələbdir. Çünki əmlak bölgüsü, mülkiyyət və bərabərlik hüququ ilə bağlı olan bu dövlət proqramların başqa dövlət proqramlarından fərqli olaraq ancaq qanunla tənzimlənməsi açıq aydın hər iki qanunda ifadə edilmişdir. Yəni, buradakı məsələ odur ki, burada mülkiyyət hüquqları ilə bağlı məhdudlaşdırmalar, tənzimləmələr həyata keçirdiyi üçün bunun da ancaq və ancaq qanunla mümkün olması səbəbilə həmin ikinci dövlət proqramının fərmanla təsdiqlənməsi hesab edirik ki, norm yaratma texnologiyası baxımından konstitusiyaya uyğun olmamışdır. Eyni zamanda ən əsası odur ki, konstitusiya ilə bu hüquqların tənzimlənməsi birbaşa qanunverici orqanın səlahiyyətinə aid edilmişdir. Bildiyimiz kimi, konstitusiya və qanun maddələrinin birbaşa göstərişi olmadığı halda, bu durum heç vaxt, heç bir halda vətəndaşların hüquqlarının pozulması və onların əlindən alınması üçün tövsif oluna bilməz. Unutmayaq ki, Ulu Öndərimizin tarixi sosial ədalət siyasətinin nəticəsi kimi öz tarixi çıxışı zamanı xalqa vədi bu konstitusiya və qanunlarla möhürlənmişdir. Lakin konstitusiya və qanunlara tam zid olaraq mülkiyyət və bərabərlik hüququ, əmlak bölgüsü ilə bağlı qanunla əvvəllər dövlət tərəfindən özəlləşdirmə payının verildiyi vaxt qanunla qəbul edilmiş dövlət öhdəliklərinin sonradan 2000-ci ildə dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun 5.1, 5.22, 16.2, 17.1, 29.1 və digər maddələri ilə qanunverici orqan tərəfindən həyata keçirilməli olan səlahiyyətlərin bəzi maraqlı subyektlər tərəfindən müvafiq icra hakimiyyətinə aid edilmişdir ki, bunun da konstitusiyaya zid olduğunu və qəbul edilməz olduğunu hesab edirik. Bütün bunlar hamısını yuxarıda göstərdik. Göründüyü kimi, dövlət özəlləşdirmə payları Sovet dövründə yaşamış müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşına qanunla dövlət əmlakından verilmiş mülkiyyət payı haqqıdır. Mülkiyyət haqqına isə müddət şamil olunması, onun istifadəsini qanun qüvvəsində olmayan normativ hüquqi aktlar ilə məhdudlaşdırılması və ya kompensasiya edilmədən mülkiyyətçidən alınması. Dostlar, hamı yaxşı bilir ki, Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan bu qanun və əsasnamə əsasında verilən hüquqların və öhdəliklərin sonradan qanun qüvvəsində olmayan normativ hüquqi aktlar ilə pozulması qəbul edilməzdir. Bu cinayətdir, korrupsiya halı hesab olunur. Həqiqətən də bəzi məmurlar prezidentimizin etibarından suyu istifadə edərək bu sənədləri imzalamış olduğunu hesab edilir.
Yəni qanuna, dövlət özəlləşdirmə şəkilləri haqqında əsasnaməyə və konstitusiyaya zidd olaraq ulu öndərimiz vəfat edəndən sonra qəbul edilən sənədlər ilə dövriyyədə tədiyyə, ödəmə vasitəsi kimi istifadəsinə birinci dəfə müddət qoyularaq məhdudlaşdırılıb və 2001-ci ildə isə vətəndaşların əlindən tam alınıb. Bu isə ümummilli liderimiz Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasətini pozmaq, xalqın haqqının əlindən alınması, ölkə vətəndaşlarının dövlətdən narazı salmaq, sosial gərginlik yaratmaq istəyən şəxslərin həm cənab prezidentimiz İlham Əliyevə, həm də dövlətə, həm də xalqa qarşı düşmənçiliyin olduğunu göstərir. Dostlar, inanırıq ki, İnzibati Məhkəmə işi düzgün araşdıracaq və tezliklə yüz minlərlə ailə Ulu Öndər Heydər Əliyevin vəd etdiyi öz miras əmlak paylarının sahibi olacaq və ya əvəzinə kompensasiyanı alacaq. Dostlar, xahiş edirik ki, hamınız özəlləşdirmə çekləri qrupunda bu məlumatları paylaşın ki, hamı bundan məlumat. Tarixi sosial ədalətin bərpası üçün bu videonu cənab prezidentin görməsi vacibdir. Bu səbəbdən hər gün Facebookda, başqa qruplarda paylaşın. Elə indi paylaşın, dostlar. Diqqət! Bir daha hamı bilməlidir ki, Ramiz Mehdiyev öz mahir ustalığı ilə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ona olan tam etimadından xaincəsinə istifadə edərək, oliqarx məmurların, o cümlədən Fərhad Əliyev və Kərəm Həsənovun bir qrup mafioz məmurların korrupsiya maraqlarını təmin edərək, imzalamağa təqdim elədiyi həmin fərmanlara, konstitusiya və qanunlara zidd olan və prezident səlahiyyətlərinə aid olmayan bəzi maddələr əlavə eləməklə imzalatdırmağa nail olmuşdu. Bugün prezidentin vətən müharibəsi zamanı dediyi, mən hər şeyi bilirəm və nəyi nə vaxt eləyəcəyimi də yaxşı bilirəm ifadəsini bəzi deputat və məmurlar prezidentin əleyhinə olan əsas bir argumentə çevirirlər. Əlbəttə, prezident hər şeyi vaxtında bilməlidir ki, nəyi vaxtında eləməyi də dediyi kimi vaxtında olsun. Amma bu məmurlar cənab prezidentə vaxtında mı məlumat verirlər və ən əsası düzgünmü məlumat verirlər? Əgər bugünə qədər 13 ildir düzgün məlumat verməyiblərsə, kim qarant verə bilər ki, indi düzgün məlumat verəcəklər? Bizdən fərqli olaraq bu oliqarx məmur mafiyası hələ də xalqın cənab prezidentə tam inandığını başa düşməyib. İnsanlar haqqını tələb eləməlidir və necə tələb eləməyi bacarmalıdır. Bu, cənab prezidentin sözləridir. Biz əslində tək tarixi sosial ədalətin bərpasını və xalqın haqqını deyil, həm də prezidentin şərəf və ləyaqətini müdafiə edirik. Düzdür. Bu qanunsuzluqlar və konstitusiya pozuntusu barədə tam araşdırma yalnız 2022-ci ildə hüquqşünas alimlərin məlumat verdiyi andan sonra hamıya məlum oldu. Və sonda indi cənab prezidentdən bu faktların gizlədilməsində məqsədləri nədir? Sizcə prezident bilir? Dövlətə inanıb özəlləşdirmə paylarını 25 ildir ümidlə satmayan 1 milyon vətəndaşdan hər gün öz haqqına çatmayan 30 insan dünyasını dəyişir. Və bütün ümidləri, arzuları boşa çıxır. Ulu Öndərin ən çox sevdiyi mahnıların birində deyilirdi. İnsanlara sağlığında qiymət verin. Bu sözləri özü də şüar kimi dəfələrlə səsləndirirdi. Əlbəttə, biz tam əminik ki, Müzəffər Ali Başkomandan kimi cənab prezident heç vaxt ailəsinin özünün adına ləkə salmaz. Vicdansızlıq eləyərək bilərəkdən atasının xalqa vədini, tarixi sosial ədalət siyasətini, beynəlxalq insan hüququ və Quran ayələrini, Qafqaz kişisinə xas olan mənəviyyatı pozan heç bir addım atmaz. Vaxt uzandıqca xalq fikirləşir ki, əgər prezident bu qanunsuzluqları və atası Ulu Öndərə inanıb çeklərini satmayan vətəndaşlardan hər gün 30'unun dünyasını dəyişdiyini bilirsə, deməli doğrudan da bu cinayətin başında Ramiz Mehdiyev yox, prezidentdir. Biz inanırıq ki, xalqımızın qeyrətli oğlu cənab prezidentin dünya görüşü, ailə tərbiyəsi, Müzəffər Ali Başkomandan kimi fəlsəfəsi, atasına və dövlətinə, xalqına olan sevgisi daimidir və onun bu hüquqi faktlardan tam xəbəri olan günü bu məsələ həmin gündə öz həllini tapacaq.
13 ildir yüz minlərlə ailə Ramiz Mehdiyevin və prezident aparatı hüquqşünaslarının səhvləri və səhlənkarlıqları nəticəsində yaranmış bu hüquqi problemin ağır nəticələrini görür. Statistikaya görə öz halal miras əmlak paylarını almadan ümid və arzularını axirətə aparanların sayı hər il 12 mindir. Yəni hər gün Ramiz Mehdiyev və onun adamları tərəfindən haqqı tapdanmış 30 adam arzusuna çatmadan ölür. Bugün ölənlərin qohumları tərəfindən Ramiz Mehdiyevə və bu işdə əli olanlara söyüş və qarğış eləyənlərin sayı 10 minlərləndir. Hiləgər məmurlar özlərini söydürdükləri bəs deyilmiş kimi, cənab prezidentin şərəf və ləyaqətini ləkələmək, xalqın ona olan etimadını qırmaq üçün hər cür vicdansızlıq eləyirlər. Diqqət! Bəzi deputatlar və məmurlar güya bizim hüquqlarımızı müdafiə eləyirlər adı ilə hakimiyyətə belə bir mesaj verirlər ki, bu insanları birtəhər yola vermək lazımdır. Bizi dilənçi və ya yolçu mu sayırlar? Yoxsa Ulu Öndər Heydər Əliyevin dövlət tərəfindən ölkənin ən kasıb vaxtında Sovetdən qalmış bütün özəlləşdiriləcək miras əmlaklarının 65%-nin xalqa qanunla verilməsinin bir dövlət siyasəti və dövlət öhdəliyi kimi qanunlarla vəd olunduğunu unudublar. Yoxsa bu axmaqlar xalqın miras əmlak paylarını öz dədələrinin malı hesab eləyərək bizə yolçu, dilənçi pay vermək istəyirlər. Əmlak payı bölgüsü və əmlak payının dəyəri yalnız o dövrdə qəbul olunmuş qanunlarla, yəni konstitusiya və həmin qanunlara uyğun olaraq aparılmalıdır. İndi hər özəlləşdirmə payının 20 min ABŞ dolları miras əmlak ekvivalentində olması barədə çoxsaylı hüquqşünas alimlərin, hətta yapçı hüquqşünas və yapçı iqtisadçı alimlərin elmi praktiki araşdırmaları barədə bunların heç mi xəbərləri yoxdur? Yoxsa xalqın malını və büdcəni talan eləyən mafyoz məmurlara öz çirkli pullarını yumaq üçün yol açırlar? Biz həmin dövrdə dövlətin və Ulu Öndər Heydər Əliyevin qanunlarla və konstitusiyaya uyğun dövlət öhdəliyi olaraq bizə vəd olunmuş dəyəri, inflyasiyadan qorunan miras əmlak paylarımızı tələb edirik. Ulu Öndər kapitalizmdə mülkiyyət və əmlak məsələlərinin necə incə bir iş olduğunu çox gözəl bilirdi. Hamınızın yadındadır. Rayonların birində din adamları Axund və Molla olan iki qardaş 2 metr torpaq üstündə bir-birini öldürdülər. Düzgün olunmayan əmlak bölgüsü gələcəkdə yüz minlərlə vətəndaşın sahibkarlara və məmurlara qarşı nifrətinin və arzu olunmayan hərəkətlərinin təməli deməkdir. Əlbəttə, bu 1 milyonun içində hər cür ağıl sahibi var. Hətta bugün Ramiz Mehdiyevə bu çirkli işdə onunla əlaqəli olanlara qarşı deyilənlər bunu sübut eləyir. Dostlar, indi bir xahişimiz var. Kim bizlə razıdır? Mütləq rəydə razıyam və cənab prezidentə inanıram yazın. Və ən əsası hamı bilməlidir ki, tarixi sosial ədalətin bərpası üçün bu videonu cənab prezidentin görməsi vacibdir. Bu səbəbdən hər gün Facebookda və başqa qruplarda paylaşın.